bilməkdir ki, nə vaxt danışırsan, nə vaxt susursan. Gözəl moizə isə şəfqətlə, rəhmətlə deyilən sözdür. Şiddətlə məcbur etmək deyil, zorakılıq deyil. Ona görə nə çox ehtiyac duyulur Peyğəmbərin dəvətində etdiyi rəhmətinə, şəfqətinə, mərhəmətinə. Hamımız ehtiyac duyuruq buna. Evlərimizdə, övladlarımızla, minbərlərdə, insanlara xitab edəndə, mədrəsələrimizdə, məktəblərimizdə, məscidlərimizdə qərblər xatırlanmalıdır, qaçırılmamalıdır, qəlblərə yorğunluq gətirilməməlidir, əksinə nəfslər bina edilməlidir, inşa edilməlidir, qurulmalıdır, parçalanmamalı, dağıdılmamalıdır. Din yüksək səslərlə yayılmır. Din çığırmaqla, bağırmaqla yayılmır, əksinə sadiq kəlmələrlə, səxavətli, gözəl əxlaqla və bil ki, qəlblər əgər lazımsız sözlərlə məşğul edilsə, haqqı eşitməkdən zəif olar. Əksinə, moizə xatırlama mərhələli olsa, tədricən olsa bezdirməz, ehtiyacı qədər qidalandırılsa qəlb, xatırlandırılsa, elm verilsə ona, sabit olar, saf olar, doğru yolda olar. Ona görə də dəvətində şəfqətli ol, mərhəmətli ol, nəsihətində lütfkar ol və təlimində tədricən təlimini et, mərhələli et. Və qulu linnəsi husnə. İnsanlara gözəl söz söylüyor. İnnər rıfqa la yakunu fi şeyin illə zənə. Yumuşaqlıq nədə olursa, onu bəzədər, bəzəyi olar. Ona görə hər birimizin az da olsa moizədən, xatırlamadan mübarək bir payı olmalıdır. Xatırlatmalıdır ilk öncə nəfsinə, ailəsinə, əshabına, ətrafında olan yoldaşlarına, dostlarına, necə Peyğəmbər sallallahu aleyhi və səlləm əshabı üçün günlər ayırırdı eləcə. Mülayim ol, hikmətli ol, şəfqətli ol. Bu ədəb, əxlaq dəvətinin zinəti olsun. Qəsdin, məqsədin qəlbləri diriltmək olsun. Qəlbləri özünə çevirmək yox. Rəhimli ol dəvət etdiyinə qarşı, bezdirmə onu. İstəyin qəlblərin islahı olsun. Ətrafına davamsı yığmaq yox.